Salam değerli izləyicilər, Çınar TV'nin efirindən hər birinizi xoş görmüşük. Bildiyiniz kimi hər hafta olduğu kimi yardım işlərimiz davam edir qrupun köməyi ilə. Və indi isə yolumuz Şəmkir rayonu Seyfəli kəndindədir. Gedir inşallah yardımımızı çatdırmağa. Sizdən çox xahiş edirəm ki, bizim kanala dəstək olmaq üçün abunə olun, like verin, paylaşın. Biz də hər həftə işimizi davam etdirək. Hələlik bizi izləyin. Salam izləyicilər, söz verdiyimiz kimi bu günləri Şəmkir rayon Seyfəli kəndindəyik. Gəlmişik hala yardımını göstərməyə. Salam xala, nətərsiniz? Nə var, nə yox? Söz verdiyimiz kimi gəldik. Allah kömək olsun. Dəyərli izləyicilər, hər həftə olduğu kimi bu da belə tərəf oldu. Yardımımız da davam edib dəyərli izləyicilər. Bizə baxmağı unutmayın. Buyurun xala, kesin. Belə gedək xala. Gəl. Siz qabaq verin deyin xala. Siz göstərin deyin var. Siz çıxın xala, kesin. Sizin bizə WhatsApp nömrəmizə yardımla bağlı mesajınız gəldi. Biz də qrup olaraq yardımımızı göstəririk sizə. Çox sağ olun. Allah kömək olsun. Nə vaxt olmaq xala siz? Dəyərli izləyicilər, hər kəsdən xahiş edirəm ki, bizim kanala abunə olun, paylaşın, bəyənin. Biz də işimizi davam etdirək. Gəlir, bir yoxdur, gəl. Xala, sən bu qlasını çağır xala. Gəl böyle. Dəyərli izləyicilər, xalanın yaşayış durumu hal-hazırda budur. Yaşasım da bu dağa kadar. Gəl xala, gəlin, gəl. Metkan öldü bilir. Mənim yaşasımı da öldü bilir. Mənim qardaşlarım ölür. Allah rəhmət etsin xala. Mənim heç kimim yoxdur. Bir də dənə bacım var, işdən kəmsizdir, ailəlidir. Tadı. Allah kömək. Tək yaşsınız da bura xala. Pensiya almışsınız da hal-hazırda. Pensiya alsınmı? Yenə şükür, yenə köməkli orada sizə. Nə çətininiz varsa, adresinizi deyin. Azərbaycan xalqı sizə baxır, izləyir. Yəni buyurun, nə sözünüz var deyin. Nə sözüm olacaq hakikaten ki, xoş gəlirsiniz bizim kəndimizə. Allah kömək. Təşəkkür edirəm. Metxanın dilindən təşəkkür edirəm. Metxana canım qurban. Metxana canım qurban. Metxan məni bu yolu Metxan da vəzifə edir. Allah kömək olsun. Onun üçün nə deyim? Çox sağ, yaxşı var inşallah. Həmçinin dərz edilər. Buradan qrupumuza çox sağ olsun ki, hər həftə qrupun yardımından biz bu işləri davam etdiririk. Qrupda olanlar Seyfəli uşaqlardır, Lerinkənd, Çınarlı və Yeni Həyat rayon uşaqlardır. Və sizdən çox xahiş edirəm ki, bizə dəstək olun ki, biz də işimizi davam etdirək. Deməli xala, bax sizin hal-hazırda nə çətinlik, sıxıntınız varsa, Azərbaycan xalqı sizə eşidir. Buyurun, öz sözünüzü çatdırın. Hansı küçədə bura xala? Seyfəli küçəsi. Seyfəli kəndidir. Küçənin adı yoxdurmu? Seyfəlinin özüdür. Yəni biri Abbaslıdır, biri şeydir. İdarə məktəbi var da bu yaxın. Dərəcələr Seyfəli kəndində məktəb var. O məktəbdən təxminən bir 100 metr, 150 metr arası var. Yəni kimdən xalanı tapmaq istəsə, adınız nə oldu xala? Məmmədov Fəridə nə oldu? Fəridə xanımla gəlib öz yardımınızı göstərə bilərsiniz. Fəridə xanım, nömrənizi ekrana yerləşdirək. Əlaqə nömrənizi. Kimlər gəlib Fəridə xanımı yardım eləmək istəsə, ekranda nömrəsini yerləşdirəcəyik Fəridə xanımı. Gəlib öz köməkliyinizi elə bilərsiniz. Amin. Çox sağ olun. Başqa sözünüz var mı məsələn? Yox, xeyr, nə deyim. Qorxdanam. Qala gəlin, çox sağ olun. Qurbanınız qoyunsuz. Sağ ol, qorxdanam. Allah kömək olsun. Çox sağ olun, inşallah yaxşı olur. Metxan müəllimin də canı sağ olsun. Mənim qardaş kimi, bacı kimi. Allah kömək olsun. Bacı kimi eləyibdi, məni Metxan bacı kimi hesab eləyib. Belə vaxtından Metxan mənim həm əziz qonşumu görüb, həm də Metxan mənə görə yaxşıdır. Mənim daim oğlanlarla Metxan iləri olub. Allah kömək olsun. Allah haqqı, Metxan dayı olmaqla bütün qrup üzvlərini çox sağ olsun deyirəm. Allah ondan kömək olsun ki, bu yardım işlərini onların sayəsində biz təşkil edirik. Dəyərli izləyicilər, bugünlük bu qədər.
Bizə baxmağı unutmayın. Çınar TV kanalına abunə olun. Sağ olun.